Bir ölkə lideri olaraq ki, 30 il əzab, əziyyət çəkən müharibədən bir ölkə olaraq doğru vaxtda dayanmaq ən məsuliyyətli və vacib bir verilmiş qərardır. Bəli, davam edə bilərdi. Mən səmimi olmaq istəyirəm, sizlə, auditoriya ilə açıq danışmaq istəyirəm. Amma bu isə sonsuz bir müharibənin davam etməsində daha çox qurbanlara gətirib çıxartmalıydı. Onu biz dayandırmaq qərarına gəldik. Biz qərara gəldik müharibəni dayandıraq. Bəli. Vaxtında dayanmağı bacarmaq, nəyi, nə vaxt etməyi lazım gəldiyini anlamaq müdürlüyü. Dövlət başçıları üçün çox vacib şərtdir bu. 2020-ci il 27 sentyabr Azərbaycan ordusu erməni təxribatlarına cavab olaraq əks hücuma keçmək qərarına gəldi. Ali Başkomandan əmr verdi bu barədə. Və dərhal Azərbaycana təzyiqlər başladı. Dayanın dedilər. Yalnız bir neçə dövlət, qardaş Türkiyə, Pakistan, Əfqanistan, Azərbaycan haqlıdır və o öz torpaqlarını, işğal altında olan torpaqlarını azad etmək hüququna malikdir dedilər. Yerdə qalanlar sülhpərvər mövqe tutdular. Sülhə çağırdılar. Danışıqlar yolundan həll eləmək lazımdır dedilər. Həmin günlər Pribaltikada səfərdə olan Makron bəyan elədi ki, Azərbaycan Qarabağa girmək istəyir və Fransa bunu qəbul eləməyəcək. Halbuki Azərbaycan prezidenti hərbi əməliyyatların başlamasından dərhal sonra bəyan eləmişdi ki, bizim əsas məqsədimiz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etmək və işğal altında olan rayonları azad etməkdir. Ancaq hər halda Makron bu hayküyçülüyə başlamışdı. Bu bəyanatla da kifayətlənmədi, dəfələrlə Azərbaycan prezidentinə zənglər elədi, dayanmağı tələb elədi. Almaniyanın kansleri də ona qoşuldu. O da bir neçə dəfə zəng elədi Azərbaycan prezidentinə. Amerika Birləşmiş Ştatlarında həmin dövrdə seçki qabağı kampaniya gedirdi və bu səbəbdən Amerika rəhbərləri bu məsələyə o qədər də müdaxilə eləyə bilmədilər. Ancaq vədlər verdilər ki, bu müharibəni, hərbi əməliyyatları qısa müddətdə dayandıracaqlar. Bir neçə dəfə atəşkəs haqqında saziş imzalandı. Əvvəlcə Moskvada, sonra Fransada, sonda Amerika Birləşmiş Ştatlarında. Və hər dəfə bu atəşkəs haqqında razılaşmanı Ermənistan pozdu. Rusiya sülh təklifindən çıxış elədi. Paşinyan razılaşmadı. Və yalnız Şuşa Azərbaycan ordusu tərəfindən azad olunandan sonra təslim aktını imzalamağa razılıq verdi. Və Azərbaycanın tələblərini qəbul elədi. Həmin dövrdə, hərbi əməliyyatların getdiyi dövrdə Azərbaycan prezidenti təqribən 25 dəfə əsas tələbi ortaya qoydu. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində göstərilən rayonlar azad olunmalıdır dedi. Qrafik verin, dayanaq. Və sonuncu dəfə Şuşa azad olunduqdan sonra bu bəyanat səsləndi. Bizim tələblərimiz icra olunmasa, Azərbaycan ordusu dayanmayacaq dedi. Təslim aktı imzalandı. Ermənistan qrafiki verdi. Rayonların azad olunma tarixləri müəyyənləşdi. Azərbaycan ordusu da dayandı. Və bundan sonra
məlum oldu ki, Azərbaycandakı siyasətçilərin böyük əksəriyyəti nə BMT Təhlükəsizlik Şurasının qətnamələrini oxuyublar, nə Azərbaycan prezidentinin 25 dəfə dediyi tələbləri eşidə biliblər və bir qrup ortaya düşdü və dedi ki, niyə dayandıq? Niyə axıra qədər getmədik? Nəzərə almaq istəmədilər ki, müharibənin əvvəlində əgər Fransa Azərbaycan Qarabağa girməməlidir deyirdisə, artıq oktyabrın sonlarından başlayaraq ona Rusiya da qoşuldu. Amerika Birləşmiş Ştatları da təbiidir ki, onların mövqeyini müdafiə edirdi. Biz üç böyük dövləti qarşımıza alıb, həmin günlərdə, həmin dövrdə Qarabağa girə bilməzdik. Üstəlik əvvəlcədən bəyan eləmişdik. Bizim məqsədimiz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra eləməkdir. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Və nə qədər çətin olsa da, bu böyük dövlətlər bizim bu arqumentimizə etiraz edə bilmirdilər. Ancaq o dövrdə tamamilə Qarabağı nəzarətə götürsəydik, Azərbaycan üçün çoxlu problemlər yarana bilərdi. Məqam hələ yetişməmişdi. Bu səbəbdən dayanmaq əmri verildi. Sonradan 2023-cü ildə artıq Rusiyanın başı Ukraynada müharibə qarışdı və Azərbaycan rəhbərliyi də məqamın yetişdiyini gördü və antiterror əməliyyatı keçirərək qısa müddətdə Qarabağı azad elədi. Ermənistan hərbiçiləri tərksilah olundular və Ermənistana göndərildilər. Eyni zamanda əhali də Qarabağı tərk elədi və Ermənistana getdi. 2020-ci ilin noyabrında təslim aktı imzalandı. Müəyyən qüvvələr rəy yaratmağa çalışırdılar ki, Azərbaycan ordusu bundan sonra Ermənistan ərazisinə daxil olacaq və Ermənistanın ərazilərinin bir hissəsini nəzarətə götürəcək. Buna cavab olaraq 2021-ci ilin martında Azərbaycan sülh sazişinin baza prinsiplərini təqdim elədi. Uzun müddət Ermənistan buna cavab vermədi. Sonradan xaricdəki havadarlarının məsləhəti ilə Ermənistan da bu sülh prosesinə qoşuldu. Əvvəlcə Avropa İttifaqı vasitəçilik missiyasını öz üzərinə götürdü. Sonra Vaşinqton bu prosesə qoşuldu və hətta bir Vaşinqton variantı deyilən bir layihə də ortaya çıxdı. Və təbiidir ki, bu da Rusiyanı qane eləmədiyinə görə Rusiya prezidenti erməni xalqını Nikol Paşinyana qarşı qaldırmağa çağırdı. Ermənistanın Qarabağdan imtina etdiyini, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını söylədi. Söhbət Praqada imzalanan təbiidir ki, sənəddən gedirdi. Valday forumunda belə bir bəyanat verdi Rusiya prezidenti. Sonradan Soçidə öz layihəsini keçirməyə çalışdı. Ermənistanı qane eləyən bir layihə idi o. Və orada Qarabağın statusu barədə bənd də var idi ki, bu Ermənistanı və onun baş nazirini qane eləyirdi. Ancaq Azərbaycan prezidenti qəti şəkildə bu layihənin müzakirə olunmayacağını dedi. Qarabağ problemi yoxdur dedi. Və təbii ki, heç kim bunu gözləmirdi. Rusiya prezidentinin təqdim elədiyi layihə müzakirə olunmadan dövriyyədən çıxarıldı. Və sonradan ağır da olsa danışıqlar prosesi davam elədi. Azərbaycan daim təşəbbüsü əlində saxladı
və erməni havadarlığı edən dövlətləri, qurumları danışıqlar prosesindən uzaqlaşdırmaq qətiyyətini göstərdi. Amerika Birləşmiş Ştatları kənarlaşdırıldı danışıqlardan, Avropa İttifaqı da kənarlaşdırıldı, Fransa prezidentinin iştirakına da imkan verilmədi və sonda Azərbaycanın istədiyi layihə qəbul olundu. Artıq layihə paraflanıb, Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının prezidenti Trump'ın şahidliyi ilə paraflanmış layihə təbii ki, bundan sonra dəyişməyəcək və 2026-cı ilin sonlarına yaxın yəqin ki, sülh sazişi, yekun sülh sazişi imzalanacaq. Azərbaycan prezidentinin böyük əziyyətlər hesabına paraflanmasına nail olduğu sülh sazişi. Ermənistan konstitusiyasından müəyyən müddəalar çıxarıldıqdan sonra sülh sazişini imzalamağın qarşısında heç bir maneə qalmayacaq və Ermənistan hakimiyyəti də bunu etmək öhdəliyini Vaşinqtonda bir daha öz üzərinə götürdü. Çox böyük əziyyətlər, çox böyük çətinliklər hesabına Azərbaycan rəhbərliyi böyük diplomatik uğur qazana bildi.